Bir dənə şəkil sənin. Aha, bir dənə şəkil Emin səndən. Allah. Göndərərsən aslında. Ya hara göndər? Hara göndər? Yaxşı gidirəm çıxdı və həmişə Bakıda nə qədər olur? Bakıda yaxşı gəldi bura Azərbaycan golf klubu. Qəşəng hava var. Hava bombadır. Deyirəm çoxdan çölə çıxar. Çöldə də golf oynamaq olar. Azərbaycan golf klubları oynayaq Emin. Oynayaq. Pərvin, Başlayaq da. başlayaq. Bir dəqiqə qaydaları bilirsən sən. Emin bilməliyik axı. Emin sən İnanılmaz idman aparacağım, amma bunun qaydaları bilmirəm. doğrudan deyirsən sən. bilmirəm. Və biz necə oynayacağıq bunu? Sən də bilmirsən ki. Yox, mən elə bildim Emin. Bizi niyə gətirmisən bura? Yox, dedim bəlkə golf oynayaq. Sağ ol, Kimsə sən də gəldi. bilmirsən. Kimsə gəldi. Kim? Kimdir? Salam. Salam, rебята. İndi sizə hər şeyi danışacağam və göstərəcəm. Dostlar, Regina Badalbəyeva da bizim qonaqlarımızdan biri olan, nəyə görə qonaqlarımızdan biri? Çünki ikinci xanımdır, hansı ki bizim podkastımıza gəldi və biz podkastın aparıcıları Emin Əhmədov, Pərvin Qorçu, mən Rüfət Hərafov və biz Azərbaycan Golf Klubudayıq. Və dediyim kimi Regina xanım gəldi. Regina xanım yenə də salam. Soruşmaq istəyirdim ilk növbədə, yəni bildiyiniz kimi artıq biz golf oynaya bilmirik və biz Azərbaycan Golf Klubunda birinci dəfəyik. Bu golf klub haqqında bizə zəhmət olsun məlumat verin. Salam. Этот гольф-клуб. Bu golf klub Qubada yerləşməsi ilə fərqlənir. Region yumşaq iqlimli ilə seçilir. Burada şiddətli isti hava və güclü külək müşahidə olunmur. Bu isə o deməkdir ki, burada golf oynamaq çox rahatdır. Комфортен для игры в гольф для гольфистов. Также здесь расположен Həmçinin yaxınlıqda xarici oyunçuları qəbul edə və yüksək səviyyədə xidmət təklif edə bilən 5 ulduzlu otel yerləşir. Quba Palace. Quba Palace-da deyirsiniz. Палас, да, да. И плюс сам Golf klub dünya standartlarına uyğun inşa olunmuş ölkənin ilk belə klubudur. это самый первый гольф-клуб во всем Азербайджане. Regina xanım, neçə dənə quyu var, neçə dənə meydança var burada və elə bir Avropa standartlar olurmu? Bu standartlara cavab verməlidir, uyğun olmalıdır. Hansı standartlar olur Avropada? Да, Bu golf klub Avropa və dünya standartlarına uyğundur. Burada 72 zərbə üçün 18 parkur, yəni çuxur var. мировым стандартам сделано. Ландшафт. Landşaft beynəlxalq memarlar tərəfindən hazırlanıb. И здесь Burada oyunun maraqlı keçməsi və oyunçulara maraqlı tempdə getməsi üçün hər şey düşünülüb. Bunkerlər, göllər və meşəliklər. Игра шла в том темпе, который нравится игрокам. Siz bir müddətdir ki, gəlmişsiniz Azərbaycana və tamaşaçılarımız da sizi tanısın, biz də tanıyaq. Nailiyyətləriniz haqqında danışın və ümumiyyətlə niyə görə Azərbaycanda gəlib golfu inkişaf etdirmək istədiyinizdən danışın bizə. Я сама родом из Mən özüm Özbəkistandanam, Daşkənddənəm. Азербайджан. Он Azərbaycan mənə ruhən, mədəniyyəti və ənənələrinə görə çox yaxındır. традиция. У меня супруг Mənim həyat yoldaşım Azərbaycanlıdır və o həmişə istəyirdi ki, ailəsi burada yaşasın. Uşaqları isə bu ölkənin ənənələri ilə böyüsünlər. Питались на традициях Азербайджана. И я Mən golfda çox yeniyəm, amma artıq əhəmiyyətli uğurlar əldə etmişəm və bu səbəbdən də bu idmanı Azərbaycanda inkişaf etdirmək qərarına gəldim. гольф в Азербайджане. Для этого мы создали Bunun üçün Golf Alyans Azərbaycan şirkətini yaratdıq. Məqsədimiz ölkəmizdə golfun populyarlaşdırılmasını və inkişafını təmin etməkdir. виды спорта в нашей стране. Особенно мы акцент даем на детей. Xüsusi diqqəti uşaqlara yönəldirik, çünki gələcək nəsil gələcək çempionlar deməkdir. Biz həmçinin ailələri də cəlb edirik, çünki golf ailə idmanıdır.
valideynləriniz, övladlarınız və dostlarınızla birgə oynaya bilərsiniz. İstənilən yaşda və istənilən fiziki hazırlığa sahib insanlar golf oynamağa başlaya bilər. Bunun üçün sadəcə olaraq kluba gəlib, buradan golf çubuğunu götürmək kifayətdir. Клюшку и начать играть. Yox, belə olmur da. Yine siz deyirsiniz ki, gəlib kluşkanı götürüb gedib golf oynamaq olar. Biz golfa başladıq ilk dəfə oynamaq. Push 30 bizim sponsorumuz olandan ardasa neçə müddətdir? 8 ayda, düzdürmü? 8 ay. 8 ay. Yəni Birazdan ki, bir il olacaq. Amma Push 30-da inansız golf da var, hər bir şey də var. Golfa hələ çatmamışıq. Yəni sözüm nəyə gətirirəm? Biz hələ golf oynaya bilmirik. İndi gələnlər üçün, bax mən kluşkanı götürdüm. Sizdə məşqçilər varmı? Yəni ilk dəfə gələnlər necə oynayır golfu? В нашем гольф-клубе The National Azerbaijan Golf Club Bizim The National Azerbaijan Golf Clubda ixtisaslaşmış məşqçilər çalışır. Baş məşqçimiz Azərbaycan yığmasının üzvüdür. O milli komandanın oyunçusudur. O həm oyunçu, həm də məşqçi kimi güclüdür. как тренер. То есть первые начальные... Burada sizə topa ilk zərbələri necə vurmağı göstərəcəklər və izah edəcəklər. Amma hər şey sizin əzminizdən və istəyinizdən asılıdır. Golfda hər şey əhval-ruhiyyədən başlayır. Настроение. Гольф это про настроение. Ümumiyyətlə başlamısan golf oynamağa, amma yaxşı səviyyəyə çatmaq üçün nə qədər vaxt lazımdır, nə qədər məşq eləmək lazımdır? Все-таки это момент Bu индивидуальный. həmişə fərdi məsələdir və insanların məsələyə yanaşmasına görə fərqlənir. Məsələn, mən öz təcrübəmdən deyə bilərəm ki, golfa başlayandan 1 ay sonra artıq meydançaya çıxdım. 2 ay sonra isə artıq turnirlərdə iştirak etməyə başladım. Hər şey çox fərdi olur və insanın nəticəyə nə qədər fokuslanmasından asılıdır. Достижение цели. И гольф интересно. Golf həm də ona görə maraqlıdır ki, turnirlərdə hər səviyyədən oyunçular iştirak edə bilər. Başlanğıc səviyyəsində olanlar, həvəskarlar, peşəkarlar. Любители, профессионалы. Для этого есть специальная система. Bunun üçün ustalıq səviyyəsini müəyyən edən xüsusi sistem var. Turnirlərdə bu nəzərə alınır. Ona görə də eyni turnirdə fərqli kateqoriyadan oyunçular iştirak edə bilərlər. Мастерства игрока. Həm orta, həm professionaldır. Hə də, elə çıxır ki, hər bir insan da iştirak edə bilər. Biraz öyrənsən, gəlsən də. Gəlsən push, push 30 götürürsən, gəlsən golfə öyrənsən, sonra bura gəlsən ki, oynayırsan, gəlirsən. Hə, mən təzə gəlmişəm. Sırası turnirə. Hamını qalib gəlsən. Buyur. Outsider kimi gəlirsən. Elə onu soruşmuşkən turnirlərdən də soruşaq. Sizdə burada hansı turnirlər keçirilir? Ümumiyyətlə Azərbaycanda golfla bağlı hansı yarışlar olur, hansı tədbirlər keçirilir? В Азербайджане проводится очень много турниров. Azərbaycanda bir sıra turnirlər keçirilir. Məsələn, Azərbaycan və Türkiyə Golf Federasiyaları arasında keçirilən Zəfər turniri. Называется ЗФР. Zəfər, Ürgünə mən aparmışdım o turniri. Ciddisən? Mən apardım. Görürsən, dünya nə qədər kiçikdir. Amma oynamadın da. Oynamadım yox. Heç nə. Bəs siz bu turnirlərdə iştirak edirdiniz Ürgünə? Да, конечно, я Bəli, əlbəttə. Mən bu turnirdə iştirak etmişəm və 2 il ardıcıl olaraq fəxri kürsüyə qalxmışam. Həmçinin yaxınlarda may ayında Özbəkistanın Golf Federasiyasının təşkil etdiyi Ladies Cup-da iştirak etmişəm. организовала турнир Ladies Cup. И я там Orada mən Best Cross kateqoriyasında 2-ci yeri tutdum. Bu ən prestijli nailiyyətlərdən biridir. Nəticə handikap nəzərə alınmadan zərbələrin sayına görə hesablanır və bu peşəkar səviyyədir. Bu mənim ən son nailiyyətimdir. в достижении, да. В начале октября этого года Bu ilin oktyabr ayının əvvəllərində Golf Alliance Bakselin dəstəyi ilə Azərbaycanda Turan Cup 2025 turnirini təşkil etdi. Bu belə səviyyədə keçirilən ilk beynəlxalq həvəskar turnirdir və burada təxminən 100-ə yaxın golfçu iştirak edəcək. около 100 игроков. Türk dövlətlərinin idmançıları gələcək də. Этот турнир вдохновлен. Turnir türk dilli ölkələrin birliyi ideyasından ilhamlanıb. Əsas iştirakçılar Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkiyədən olacaq. Amma qonşu ölkələrdə dəvət olunub. Гости ближайшие наши соседи. Orada yəni ki, professional da olacaq, orta da oyunçu da olacaq ya da necə? На этом турнире Turnirdə bütün səviyyələrdən oyunçular iştirak edəcəklər. Həm peşəkarlar, həm də həvəskarlar. Daha əvvəl qeyd etdiyim kimi iştirak kateqoriyalar üzrə mümkündür. категория. У нас будут категории. Bizdə həvəskarlar, yarı həvəskarlar və peşəkarlar üçün ayrı-ayrı kateqoriyalar olacaq. Профессионалов. И в этот раз по просьбе игроков İştirakçıların xahişi ilə junior, yəni uşaq kateqoriyasını da əlavə etdik. Çünki bir çoxları uşaqları ilə birlikdə gəlir. Onlar üçün ayrıca mini turnir təşkil olunmasını istədilər. Biz də məmnuniyyətlə razılaşdıq. организовали, сказали, да, с удовольствием. Это
Siz dediniz junior və adamın ağlına gəlir ki, bəs deməli golfun əhəmiyyəti artır. Yəni biz bilirik ki, dünyada ən birinci yerdə futboldur, sonra mən bilən Amerikan futbolu gəlir, sonra regbi və s. Golf bəs indi golfun marağı, golfa daha doğrusu maraq artması üçün turnirlərdən başqa uşaqlar üçün siz dediniz nə edirsiniz? Гольф, он в нашей стране не так уж и... Əlbəttə ölkəmizdə golf hələ geniş tanınmayıb. Bu da golfun inkişafında müəyyən çətinliklər yaradır. этого вида спорта. Но мы стараемся... Amma biz insanları bu idman növünə mümkün qədər cəlb etməyə çalışırıq. интерес к этому виду спорта, потому что сам вид спорта очень... Golf uşaqlar üçün çox faydalıdır. Strateji düşünməyi, təhlili və diqqət toplamağı inkişaf etdirir. Uşaqlar fikirlərini daha rahat toplaya bilirlər. Bu da onlara gələcəkdə peşə həyatında kömək edəcək. Тем более в нашей нынешней... Xüsusilə də indi rəqəmsal dövrdə uşaqlar daim cihazlarla məşğul olduqları bir zamanda golf onlara təbiətdə vaxt keçirməyə və onunla vəhdət yaratmağa imkan verir. С природой, гармонией, ну и в общем вот... Yəni elə çıxır ki, çox sağ ol Fərəd. Buyurun. Yəni elə çıxır ki, golfu tətbiq edirsiniz və insanlara maraq yaradırsınız. İnsanlarda demək istəyirəm ki, bizim baş sponsorumuz da Push 30 da təkcə golfa yox, həmçinin digər idman növləri. O digər deyəndə mən nə nəzərdə tuturam? Həm at sürmə var orada, həm əlbəttə ki, bizim hər bir sezonda oynadığımız paddle'dır. Artıq yeni paddle kortlar yaranılır və gym, əlbəttə ki, gym dediyimiz gym, yəni ki, bodybuilding və s. Mən buradan həm El arasında tırnajor zalı. Tırnajorla gedərsiniz bu gün belə. Odur ki, mən həm sizə təşəkkür bildirirəm, həm də ki, bizim baş sponsorumuza təşəkkür bildirirəm ki, bütöv Azərbaycanda hər bir idman növünü təbliğ edir. Həm cavanlar arasında, həm də ki, böyüklər arasında. Push 30 göstərəyim mi? Göstər baxım. Yox, göstər o yazını göstər. Hə, Push 30. Gəlməyib, burada deyil. Belə bir sual vermək istəyirəm. Ola bilər tamaşaçılara da maraq olacaq. Mən neçə il idman aparıcıyam. Golf haqqında, böyük turnir haqqında efirdə demişəm. Amma yenə də qaydalar. Hamı bilir ki, topu vurmalısan, top lumkaya düşməlidir. Uzun məsafə, o məsafə dəyişir. Amma yenə istəyirəm biraz qaydalardan da danışarsınız. Ümumiyyətlə qaydalar necə olur? Neçə paputka olur? Правил в гольфе очень много, и за один момент... Golf oyununda qaydalar çoxdur. Qısa vaxt ərzində bütün qaydaları izah eləmək çətin olacaq. Golf oyununu ümumilikdə izah etməyə çalışaram. Golf meydançası 18 çuxurdan ibarətdir və çuxurlar fərqli olur. Par 3, par 4 və par 5. Bu rəqəmlər icazə verilən zərbələrin maksimal sayına bərabərdir. Xal hesabı da belə aparılır. Daha az zərbə endirərək topu çuxura salmaq daha yaxşı nəticə deməkdir. Bu da yəqin ki, qalib gəlmək üçün oyunun əsas qaydasıdır. Это основное, наверное, правило игры, чтобы выиграть. Yəni yeganə idmandır ki, orada əksinə sən az yığmalısan, yəni mənfi nə qədər yığmalısan. Yəni adətən futbolda və s. sən çox yığasan, golfda isə əksinə mənfi. Onda yenə elə çıxır ki, artıq Azərbaycanda biz bilirik ki, futbol məktəbləri var. Bəlkə gələcəkdə siz düşünürsünüz ki, golf məktəbi açılsın uşaqlar üçün. Belə bir fikirləriniz varmı? Да, у нас есть такие планы. Bəli, bizim gələcək üçün belə planlarımız var. Golf akademiyası olmadan yeni nəsil oyunçuları yetişdirə bilmərik. Biz istəyirik ki, golf hər bir uşaq üçün əlçatan olsun. Позволить ребенок прийти и играть в этот вид спорта. Golfun qaydalarına görə həvəskar məşğul olan şəxslər müəyyən yarışlar var ki, orada qalibiyyət qazanmalıdır, nəticə verməlidir. Ondan sonra peşəkar statusunu alır. Bu nə yarışlardır və bu necə baş verir? Да, есть любители, они... Həvəskarlar müəyyən səviyyəyə çatdıqda peşəkar kateqoriyaya keçə bilərlər. Bunun üçün onlar xüsusi turnirlərdə iştirak edirlər. Bu turnir Vagr adlanır. İştirak etdikcə və nəticə qazandıqca daha yüksək kateqoriyaya keçmək mümkündür. Yəni golf elə bir idman növüdür ki, həvəskarlardan peşəkara keçmək mümkündür. Burada da yaş məhdudiyyəti yoxdur. Также без возрастных ограничений. Biz bilirik ki, futbolda Braziliya, Argentina, Fransa, İspaniya güclü ölkələrdir. Almanya da Hokeydə güclüdür. İsveç, Çekiya, Finlandiya,
Basketbolda USA, Amerika. Amma golfda hansı ölkələr daha güclüdür? Сильные игры. Ən güclü oyunçular əsasən Amerika Birləşmiş Ştatları, İngiltərə, Şotlandiya və Şimali İrlandiyadandır. Yenə deməli bilirik ki, futbolda maraqlı hadisələr olur, basketbolda və s. Bəs golf oynayanda məsəl üçün quş gəldi, apardı, topu apardı ya da mən çox görmüşəm, timsah gəlir, çıxır, topu aparır. Yəni sizdə belə bir maraqlı Milçək saldı Lunkaya topu. milçək saldı. Milçək saldı dedi. Olub belə şey? Necə olmuşdu? Maraqlı və qeyri-adi anlar olur. Məsələn, bir dəfə milyonlarla insan milçək hadisəsini müşahidə etdi. Top çuxurun kənarına düşmüşdü və topun çuxura düşməsi üçün 10 saniyə vaxt verilirdi. Hər kəs həmin 10 saniyəni gözləyirdi. Milçək topun üstünə qondu və top dəliyə düşdü. Oyunçu da qalib gəldi. Bu sadəcə inanılmazdı. Belə şey həyatda bir dəfə baş verir. Да, как раз попало. Это вот, в этом году произошло. А вообще на гольф-поле встречаются... Ümumiyyətlə isə golf sahəsində maraqlı hadisələr tez-tez baş verir. Çünki bu təbiətdir. Bəzən hər hansı bir quş uçaraq topu aparır. Забирает, уносит мячи. Timsahlar da olur. Kadrlarda var. Göldə üzürlər, sahilə çıxırlar. Həqiqi timsahlar və ya başqa heyvanlar, marallar, tülkülər qaçaraq keçirlər. Burada da yabani təbiət var. Səmada qartallar süzür. Gördüm necə? Orada qartal var idi. Ona görə soruşdum. Drone ona görə yoxa çıxdı. Так что это очень, это же на природе. Regina xanım, demək olar ki, golf premium idman növlərindən biridir. Tenis kimi, polo kimi, yəni ki, dünyada biznesmenlər bilyard oynayanda danışırlar, golf oynayanda danışırlar, kinolarda da görürük onu. Yəni də həyatda da belədir də. Да, гольф, он элитарный. Golf elit idman növü hesab olunur. Ən çox biznesmenlər bu oyunu oynayırlar. Biznes sahəsində olan insanlar deyir ki, insanı tanımaq üçün onunla golf oynamaq kifayətdir. Buna görə də müqavilə imzalamazdan əvvəl qarşı tərəfi golf oynamağa dəvət edirlər. Məhz oyunda insanın xarakteri və mahiyyəti üzə çıxır. Onun xarakteri. Да, в характере. Все люди так и предполагают, что это очень недорогой вид. Bir çox insan düşünür ki, golf bahalı idmandır, amma biz bu stereotipləri aradan qaldırmaq və onu əl çatan etmək istəyirik. Uşaqlar üçün məktəblər açmaq, onların golfla daha çox məşğul olmaları və bu idmanın böyüklər də daxil olmaqla hamı üçün əl çatan olması üçün çalışırıq. Buna görə biz akademiya açmağı planlaşdırırıq ki, hər kəs özünü sınaya bilsin. Все желающие. Demək olar ki, əgər bizdə iki biznesmen golf oynaya danışacaqlar, demək olar ki, golf inkişaf olundu ölkəmizdə. Точно. Təsəvvür emin, onlardan biri oynaya bilir, o birisi oynaya bilmir. Amma gedib danışırlar da. Onda o tikintini O birisi uduzdu, küstü də. Şeylə var, qol atmadı. Xarakter məsələsi var da. O bayaq vurğuladı ki, insanlar bir-birini tanıyır. Orada da insanın xarakterin özünü necə aparır, udanda, uduzanda, ona da iş baxımından da o da daha maraqlı olur ki, bu gələcəkdə insan necə işləyəcək görəsən müəyyən. Regina xanım, bilirik ki, Azərbaycanı çox az insanlar təmsil edir beynəlxalq turnirlərdə. Nə etmək lazımdır ki, Azərbaycan da orada iştirak eləsin, beynəlxalq turnirlərdə qalib olsun və qızıl medallar, bilmirəm, qızıl kuluşka ilə azından iştirak eləsin. Perspektiva. Azərbaycanın böyük perspektivləri var. Artıq 2 golf sahəmiz var və bu heç də az deyil. Что очень достаточно здесь. Daha biri bura, biri də Dürümləddəki. Hə, 2 dənə pola. Вот, нам, конечно, Amma dünya səviyyəsində yaxşı nəticələr əldə etmək üçün ciddi hazırlıq və peşəkarlar lazımdır. Onlar oyunçuları beynəlxalq arenaya çıxarmaqda kömək edə bilərlər. Mütəxəssisləri ölkəyə dəvət etmək və ya oyunçuları təcrübə qazanmaq üçün xaricə göndərmək lazımdır. сюда профессионалы или отправить наших игроков на стажировку в страну, которая в этом очень Daha çox inkişaf eləmiş ölkələrə getməlidir. Elə həmin Şotlandiya, Və yaxud da ki, kimsə gəlməlidir, öyrətməlidir də. Bəli, bəli. Mən bildiyimə görə golf olimpiyadada cəmi 2 dəfə olub. 1900-cü il, 1904-cü il. O indi girdim baxdın. 2012-də. Sonra 2012-ci ildə istəyirdilər, amma salmadılar. Belə bir perspektiv varmı gələcəkdə golf olimpiyada olsun? Yəni ki, belə bir ideya varmı? Golf olimpiya idman növüdür və Azərbaycan da bu idman növündə olimpiyadada təmsil oluna bilər. Мы вполне можем участвовать
в этих играх. Onda mənim fikrimdən qaçdı, var idi. Sən Olimpiyadada var da. Sənin fikrin Olimpiyada qarışmışdı bizim idmançılara ki, daha yaxşı çıxışların görəsən. Ona Bizimkiler görə yox idi, ona görə fikrimdən Sən şərh eləmirdin, ona görə bilmədin. Sən digər idman növünü şərh elədin, ona görə. Ola bilər. Regina xanım, və sonda sual vermək istəyirəm ki, siz professional qolfçusunuz. Yəni hər bir professional idmançı kimi sizin də hansısa bir deməli gələcəkdə gördüyünüz bir məqsədiniz var, bəli, məqsədiniz var. Hansısa turnir udmaq istəyirsiniz. Siz də bəs nədir Regina xanım? Harda iştirak edib qalib gəlmək istəyirsiniz? Я вообще получаю от гольфа удовольствие. Mən oyundan, prosesdən, işimdən zövq alıram. Ölkəmizdə qolfu inkişaf etdirməyim xoşuma gəlir. В нашей стране. Я больше акцент сейчас сделаю на это. Oyunçu kimi artıq çox şeyə nail olmuşam, amma öz üzərimdə işləməyə davam edirəm. Дальше, если у меня получится, и Mənim əsas məqsədim qolfun ölkəmizdə inkişafı istiqamətində işi davam etdirməkdir. сейчас моя основная цель – это развитие гольфа в нашей стране. Biz sizə uğurlar arzulayırıq bu məqsəddə. İnşallah ki, tez olsun bu hər bir şey. yaxşı qolfçularımız çıxsın. Yaxşı qolfçularımız çıxsın, bəli. Olimpiyada getsinlər. Qalib gəlsə sən onu Sən onlara baxasan. Regina xanım Los gələcək, Angeles. eləyəcək bunu və demək istəyirəm ki, tək Regina xanım yox, həmçinin də bizim baş sponsorumuz Push 30 da bunu edir dostlar. Bütün Azərbaycanda idmanı təbliğ edir, həmçinin qolfu da. Deməli bu bir podkast idi dostlar və onun aparıcıları mən Rüfət Xələfov, Pərvin Qorçu, Emin Əhmədov və Regina Bədalbəyeva, hansı ki Azərbaycanda Qolf Alyansının təsisçisi idi. Çox sağ olun Regina xanım. Buyurun, gəlin sizi yola salaq maşına. Buyurun keçin. Emin podkastlardan aran necədir? Yenə badal.